şəkildə manatla pul qazanırsınız dostlar. Çıxarışı sizə izah edəcəm axırda. Deməli, hər bir məlumat burada göstərilir. Siz bunu oxuya bilərsiniz. Açıqlamalar və şərhlər bölməsində link qoyacağım, qeydiyyat linki. Həmin o linkdən qeydiyyat keç sözünə gələ bilərsiniz. Göründüyü kimi qeydiyyat deməli 10 saniyə çəkir və indi mən sizə bunu izah edəcəm. Deməli, həmin qeydiyyat linkindən dostlar, açıqlamalar və şərhlər bölməsində link qoyacağım. Oradan daxil oldunuz bura. Email yazırsınız, özünüzdən parol yazırsınız və parolu təsdiqləyirsiniz ki, bunları yazırsınız, yadınızda qalsın. Qeydiyyat keç sözünə vurursunuz dostlar. Burada Google-dan, Yandex-dən də qeydiyyat keçə bilərsiniz. Mənim hesabım var deyə buna vururam və hesabı yazım gəlirəm. Deməli dostlar, davam edirik. Sorğular bölməsi 3 xəta vururuq burada. Sorğular bölməsi var və bir də profillər bölməsi var. Burada hər ikisində sorğular olur. Və buradan belə deyim, Telegrama qoşulub bildirişləri aktiv eləyə bilərsiniz ki, sizə sorğu gələndə bunu edə bilərsiniz. Reyting bölməsi sorğularda verdiyiniz cavabla, deməli profillər bölməsində verdiyiniz cavab eyni düşməlidir ki, reytinginiz 100 olsun. Balans bölməsindən çıxarış eləyirik. Dostunu gətir sözünə vururuq. Burada dostlar referal linkiniz olacaq. Həmin referal linkini kopyalayırsınız, dostunuza, tanışınıza göndərirsiniz və 1.30 oradan da əlavə qazanc əldə edirsiniz dostlar. Bəzi dostlarımız soruşur ki, mən referal dəvət elədim, mən referal qazancı gəlib oturmadı sistemə. Bu nədən ibarətdir? Burada 3 dənə şərt var. Həmin o şərti diqqətlə oxusaz, görə bilərik ki, burada sizin linkinizdən keçməlidir. İkinci, sorğular və profillər bölməsində olan sorğuları tamamlamalısınız. Üçüncü şərt isə dostlar, yeni bir sorğu əgər edərsə, avtomatik olaraq balans bölməsinə pulunuz gələcək. Deməli, bir insan, bir hesab yazılıb, yəni təkrar hesablar açmaq olmaz dostlar. Yəni, bir-birinizi aldatmayın. Balans bölməsinə gəlirik. Buradan az öncə çıxarış elədim, video sadəcə alınmadı deyə, ona görə təzədən çəkməli oldum. Göründüyü kimi burada referallarımdır, referallardan gələn qazanclar dostlar. Hamısı gəlib oturub sistemə. Təbii ki, biz bu məbləği çıxartmayacaq, 10 manat çıxardacaq buradan. Göründüyü kimi, əvvəl video çəkmişdim, alınmadı, təzədən çəkdim. Mən çıxarış eləmişdim orada, sadəcə səs düşmədi. Vəsaiti çıxart sözünə vururuq. Deməli dostlar, burada çıxarış eləmişik biz, burada 10 manat çıxarış eləmişik. Ayın 3-ü, 3-cü ay 2026. Yəni, buradan çıxarış eləmişik. 3 gün ərzində çıxarış gəlir dostlar. Buradan çıxarış eləmişik deyə ona görə bizə burada vəsaitin çıxarılması sözünə vuranda dostlar, operator balansı, zad gəlir, yəni belə şeylər gəlir. İstənilən mobil operatora çıxarış eləmək olur. Mobil operatoru seçirsiniz, məbləği yazırsınız. Minimum çıxarış 10 manatdır. 1 qəpik komissiya tutur 10 manata. Amma 10 manatdan yuxarı yaxşı komissiya tutur. Yəni belə. Kimin nə sualı var, açıqlamalar və şərhlər bölməsində qeyd eləyər suallarını. Real saytda bəziləriniz sual verirsiniz ki, bu görəsən ödəniş eləyir. Ödəniş eləməsə biz niyə çəkim eləyirik bunu? Çəkim eləmişik, göründüyü kimi bir 60-70 manata yaxın ödənişsiz çəkimlərimiz var və belə deyim, çəkimlərimizə davam eləyirik. Uğurlar hamıya, yatırımsız olaraq videolar paylaşılacaq. Növbəti videomda VOVAP saytı olacaq, manatla çıxarış olacaq. Dollar saytıdır. 2-3 gün ərzində həmin onun da videosu gələcək. Hamıya uğurlar.